Özüm ölərdim, hər ikisini verərdim onlara. Mən seçənmərəm yəni. Onu çox istəyirəm də ona görə. Ana, atam, qardaşım istəyirdi ona görə. Verdim də. Anaya, aklıma ilk o gəldi. Adam rəhmətə gedib artıq. Bölüb vermək olmaz belə yarı-yarı. Həyat bəzən insanı çətin seçim qarşısına qoya bilər. Təsəvvür edin ki, hər iki valideyniniz ağır xəstəliklə mübarizə aparır və yaşaması üçün sizdən böyrək köçürülməsi tələb olunur. Ən çətini isə odur ki, eyni vəziyyətdə hər iki valideyninizdən yalnız birinə bu böyrəyi verə bilirsiniz. Bu zaman hansı qərar verərdiniz? Gəlin bu haqda şəhər sakinlərinə fikirlərini öyrənək. Anama verərəm. Çünki atam rəhmətə gedib artıq. O artıq, nə bilim, çətin suallar. Bölüb vermək olmaz belə yarı-yarı. Ana baxıb böyüdü, ana uşaqlarla daha yaxın vaxt keçirdir. Ata, yəni Azərbaycan ailəsində də, ideal ailəsində ata çöldə olur, işdə olur və s. Amma ana gəlir, bişirir, düşürür, uşağın qayğısından qalır. Bütün də A'dan Z-ə bütün ehtiyaclarını uşağın ana görür. Ata yalnız qıraqdan baxır. Ona görə də anaya verərdim. Anaya. Nəyə görə anaya? Şu an öyle düşünüyorum. Anaya verirdim bence. Yəni səbəb olmalıca düşündüyünüz. Evet, aklıma ilk o geldi, evet. Daha sevdiğim için. Ataya. Səbəb? Nə belə. Yəni bir səbəb olmalı çatıya deyirsən də. Ana verdim də. Allah bütün valideynlərin canını sağ eləsin. Heç bir valideyn, yəni heç bir insan istəmərəm ki, yəni valideynsiz qalsın. Təbii ki də, yəni məsələn, qıza ən çox bağlı olan ata olur məsələn. Ataya da bağlı olan qız uşağı olur. Təbii ki də atama. Sırf bu bağlılığa görə yoxsa başqa bir səbəb varmı? Çünki atamı çox istəyirəm. Bəs ana? Ana, atam, qardaşımı istəyirdi ona görə. Atan daha çox, hə? Bəli, atamdan çox. Səbəb? Mən çox onu çox istəyirəm də ona görə. Aha, yəni daha çox onu çox sevdiyin üçün anaya. Belə seçmirəm, hər ikisini çox sevirəm. Amma ən çox anam. Bu sualı əgər dəqiq cavab yoxdur. Çünki hər insanda başqa cür olacaq. Birini seçsək, Mən seçənmərəm yəni. seçə bilirsən. Hə, Səbəb? yəni, hər ikisini də eyni çox istəyirəm. Yəni eyni tərbiyə veriblər, eyni böyüdüblər. Yəni düzgün olmaz da eyni şəraitdə böyütdülər insanların yanında. Yəni birinə verim, hə. Çetin sual diye biraz. Aha. Kimə verərdin? Özüm ölərdim, hər ikisini verərdim onlara. İndi özün ölmədi, yəni sadəcə biri lazımdır. Kimə verərdin? Deyə bilmərəm. Seçə bilmirsən. Xeyr. Səbəb? Çünki hər ikisini çox sevirəm.